Bakı Kitab Mərkəzində əfsanəvi Parni iz Baku komandasının kapitanı, tanınmış ictimai xadim və Milli Məclisin sabiq deputatı Anar Məmmədxanovun həyat və yaradıcılığına həsr olunmuş Özünə Sadiq Ömür, Anarsız 15 il adlı anım tədbiri keçirilib. Gəncəqaz xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının birinci vitse-prezidentinin köməkçisi Emin Hüseynov, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Milli Məclisin deputatı Səməd Seyidov, Xəzər Media Mərkəzinin rəhbəri, xalq artisti Murad Dadaşov, əməkdar artistlər Bəhrəm Bağırzadə və Tahir İmanov, xalq yazıçısı Elmira Axundova, eləcə də ictimai xadimlər, media nümayəndələri və mədəniyyət xadimləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Murad Dadaşov Anar Məmmədxanovla bağlı xatirələrini bölüşüb. O, mərhumun sənətə baxışından, səmimi dostluğundan və birgə fəaliyyət illərindən bəhs edərək, onun Azərbaycan gəncliyi üçün örnək olduğunu vurğulayıb. Daha sonra mərhumun xanımı İradə Məmmədxanova çıxış edərək Anar Məmmədxanovun ailə dəyərlərinə verdiyi önəmdən və onun həyat fəlsəfəsindən danışıb. Xalq yazıçısı Elmira Axundova çıxış edərək Anar Məmmədxanovun ömür yoluna həsr etdiyi Kapitanın Taleyi kitabı haqqında məlumat verib. Müəllif qeyd edib ki, oxucular tərəfindən rəğbətlə qarşılanan bu əsər artıq Azərbaycan dilinə tərcümə olunaraq kütləvi istifadəyə verilib. Anım mərasimi çərçivəsində Anar Məmmədxanovun parlaq fəaliyyətini əks etdirən sənədli film nümayiş olunub. Sonda çıxış edən incəsənət nümayəndələri onun Azərbaycan mədəniyyətindəki əvəzsiz rolunu bir daha vurğulayaraq xatirəsini ehtiramla yad ediblər. Ümidimiz odur ki, bugün buraya yığışmış insanlar həm o illərdə əldə olunmuş nəticələrin, gözəl hekayələrin bir daha şahidi olsunlar. Həmçinin yeni nəslə, hal-hazırda Azərbaycan Respublikasında çox, belə deyək də, böyük uğurlar qazanan gənclərimizə, gəncliyimizə doğru, düzgün bir işıq olsun, istiqamət olsun. O illərdə əldə olunmuş nailiyyətlərin böyük bir əks-sədası qarşıdan gələn dövrdə bir daha biz bunu şahidi olaq və əminəm ki, belə də olacaqdır. Bu tədbirə dəvət almaqdan böyük bir şərəf duyuram və inanıram ki, bir Füzuli torpağının nümayəndəsi kimi Anar Məmmədxanovun öz doğma kəndində də bugün böyük bərpa quruculuq işləri gedir və ona görə özümə borc bildim bugün onun xatirəsinə həsr olmuş bu tədbirdə iştirak etməyə. Bir daha Allahdan rəhmət diləyirəm və inşallah ümid edirəm ki, onun xatirəsi əbədi olaraq yaşayacaqdır. Anarda çox böyük bir xüsusiyyət və xasiyyət var idi. O istedadlı insanları görürdü cəmiyyətdə. İstəyir həyətdə, istəyir küçədə, istəyir digərdə. Və o istedadlı insanları görüb cəlb edirdi və çalışırdı onunla həm dost olsun, həm yol göstərsin. Onlardan da biri məni 16 yaşında görmüşdü. 189 sayılı məktəbdə, KVN-də, Kepkada, həmən obrazda və məni komandaya dəvət eləmişdi. Sonra da özünüz bilirsiniz, hansı bəhrə lazım oldu, hansı nailiyyətlərimiz oldu. Mən bir sadalamaq istəmirəm, o çox tanınmış şəxsiyyətlər, həm incəsənət xadimləri, həm rejissorlar, həm xalq artistləri. Onlar üçün yuxarıda Allah, aşağıda Anar yol açmışdı. Və onun davamçıları da var. Onu tətbiq edən insanlar var. Və Anarın böyüklüyü onundur ki, o Azərbaycanı məhz belə sevirdi. Mən bu dəfələrlə demişəm, vətənpərvər insan o insandır ki, hansı ki öz peşəsində peşəkardır. O peşəkarlığı da Anar bizə göstərdi, həyata tətbiq edir. Allah onu qəni-qəni rəhmət eləsin. Və mənim ömrümün axırı kimi Anar mənim qəlbimdə qalacaq. Və bu günlərdə o qədər telekanallar var. Deyirəm, Anarın övladları heç narahat olmasın, çünki onların əmisi var. Yəni, mən əmilik borcumu çalışıram
yerinə yetirib. Düzdür, atalıq eləyə bilmərəm, bu mümkün deyil. Amma həmişə qalmaq istəyirəm. Allah rəhmət eləsin.